Pünhan Piriyevin hərəkətinə görə telekanala polis gəldi. Space TV-də Tarix Əliyevin Tolik aparıcısı olduğu Tarixin bir günü verilişində maraqlı anlar yaşanıb. Oxu Az xəbər verir ki, verilişə dəvət olunan müğənni Pünhan Piriyev efirə gecikib. O, verilişə gəldikdən sonra gecikmə səbəbini avtomobil yollarındakı sıxlıqla əlaqələndirib. Efirdə reklam fasiləsindən sonra P. Piriyevin telekanala gələrkən qaydalara zid hərəkətə yol verdiyi məlum olub. Bunu verilişin aparıcısı canlı yayımda açıqlayıb. Tarix Əliyev müğənninin yol polisinə qarşı qaydalara zid davranışı səbəbindən Space TV-yə polis əməkdaşlarının gəldiyini bildirib. Pünhan Piriyev baş verən xoşagəlməz olaya elə qonağı olduğu verilişdə aydınlıq gətirib. Efirə gecikirdim və yollar bağlanmışdı. Əlimlə işarə etdim ki, yolu açın, keçim. Polis məni başa düşmədi ya da bu hərəkətimi yanlış anladı. Aydınlaşacaq. Daha sonra aparıcı Pünhan Piriyevin köməkçisinin izahat yazmaq üçün polis bölməsinə aparıldığını qeyd edib.